sizi necə bir dəyişim gözləyir və nə etməlisiniz? Hər kəsə salam. İstəyirəm bugün sizə tutulmalarda, tranzitlərdə rəqəmlərlə bağlı danışam. Yəni hər 9 rəqəmin enerjisi haqqında danışım və hansı rəqəmin enerjisi altında doğulmusunuzsa, yəni 9-a qədər rəqəmləri anlatım. Deməli, 1 enerjisi altında doğulanlar ayın 1-i, 10'u, 19'u, 28'i doğulanlardır. Daha çox tutulmalarda, tranzitlərdə, dəyişimlərdə çalışsınlar, egolarına diqqət eləsinlər. İkisi doğulan insanlar, 2 enerjisi altında doğulan insanlar ayın 2'si, 11'i, 20'si, 2'si, 11'i, 20'si, 29'u doğulan insanlardır. Onlar daha çox depressiya və negativ düşüncələrini yönətməyi öyrənsinlər. Yəni bu dövrlərdə onların beyninə daha çox depressiv, negativ fikirlər gələ bilər. Onu yönətməyi öyrənsinlər, daha çox pozitiv düşünsünlər. 3 enerjisi altında doğulanlar ayın 3'ü, 12'si, 21'i, 30'u doğulanlardır. Bunlardan əsasən də 30'u doğulanlar bu dövrlərdə çalışsınlar, beyinlərini müsbət emosiyalara yönləndirsinlər, tənbəl olmasınlar, daha çox hərəkət eləsinlər. Onlarda belə bir tənbəllik, heç nə eləməmək istəyi yarana bilər. Onunla mübarizə aparsınlar, daha çox aktiv olmağa çalışsınlar. 4 enerjisi altında doğulanlar ayın 4'ü, 13'ü, 22'si, 31'i doğulanlardır. İnsanlar tutulmalarda, tranzitlərdə çalışsınlar, makinasiya eləməsinlər. Heç bir sxem çizməsinlər. Sabit qalıb, sadəcə planlarını yazaraq keçirtsinlər. Axırda izah eləyəcəm, niyə etməsinlər. Bütün rəqəmləri dedikdən sonra 5 enerjisi altında doğulan insanlar ayın 5'i, 14'ü, 23'ü doğulan insanlardır. Bu dövrlərdə daha çox küsəyən, inciyən, daha çox keçmiş küskünlüklərə dönməsinlər, düşünməsinlər, keçmişlə bağlı heç nə düşünməsinlər bu dövrdə. Nəyə diqqətlərini versələr onu böyüdərlər. Ona görə də gözəl düşüncələrə, gözəl fikirlərə diqqətlərini versinlər. 6 enerjisi altında doğulan insanlar ayın 6'sı, 15'i, 24'ü doğulan insanlardır. Bu insanlar da komfort zonasından çıxsınlar. Tutulmalarda, tranzitlərdə çalışsınlar, özləri komfort zonasından çıxsınlar. Özləri özlərinə öyrənmədikləri, alışıq olmadıkları başqa bir vərdişlər edinsinlər ki, dəyişimlərdə zorlanmasınlar. Yəni özləri eləsinlər. Eləməsələr məcburi tranzitlər onları tərbiyə edəcəklər. 7 enerjisi altında doğulanlar ayın 7'si, 16'sı, 25'i doğulan insanlardır. Bu insanlar biraz o ulduz egolarından kurtulsunlar, daha çox ruhani praktikalardan məşğul olsunlar, yoga, dua, gəzinti, meditasiya ilə məşğul olsunlar, bol-bol şükür etsinlər. 8 enerjisi altında doğulanlar ayın 8'i, 17'si, 26'sı doğulan insanlardır. Bu insanlar da çalışsınlar, kontrolu bıraksınlar. Relax olsunlar, tutulmalarda, tranzitlərdə relax olsunlar, rahat olsunlar, masaja getsinlər. Özlərini biraz rahatlatsınlar, hər şeyi kontrol eləməsinlər. 9 enerjisi altında doğulanlar ayın 9, 18, 27'si doğulanlardır. Daha çox agresiyalarına diqqət eləsinlər. Tutulmalarda, tranzitlərdə agresiv olurlar. Agresiyalarını yönətməyi öyrənsinlər. Hər şey onları qıcıqlandıra bilər çünki. Bunları deməkdə məqsədim odur ki, adətən tutulmalarda, tranzitlərdə insanların mənfi emosiyalarda yaşadıkları üzə çıxır. Yəni hər bir rəqəm müsbətdə olduğu kimi mənfidə də yaşadıkları var və mənfidə yaşadıkları üzə çıxır. Daha çox bu tranzitlərdə, daha çox negativdə olurlar. Ona görə də çalışıb özlərinin pozitiv versiyonlarına geri dönməlidirlər.